İyunun 20-si axşam saatlarında Ələt-Astara və Ələt-Horadiz dəmir yolu xəttində qəza baş verib. Şirvan şəhərində yerləşən dəmir yolu körpüsünə beton qarışdıran avtomobilin çırpılması nəticəsində Salyan-Şirvan avtomobil magistralı ilə kəsişməsində yerləşən dəmir yolu körpüsünün aşırımları yararsız hala düşüb. Avtomobil tunelə daxil olub və sıxışaraq qalıb. Bundan əvvəl də belə bir hallar baş vermişdi, amma çox təəssüf ki, yəni əsaslı təmir olunmamışdı. Hazırda isə görürsünüz arxada saatlarla, yəni ki, ötən gündən bəri avtomobillər keçə bilmir. Şirvan-Salyan yoludur eyni zamanda bu. Bundan əlavə isə körpüdə nişanlanma düzgün deyil. Yəni körpünün üzərində nişan olmalı idi ən azından, amma yol kənarında olsa da körpünün üzərində biz bu nişanı görənmirik. Təbii ki, bu da sürücülərdə çaşqınlıq yaradıb və bu sürücüdə də eynən oxşar hadisə baş verib və buna görə də avtomobil sıxışaraq qalıb. Təbii ki, bu böyük bir təhlükədir. Ola bilərdi ki, bu çökə də bilərdi, başqa avtomobil də ola bilərdi burada. Salyan istiqaməti, Qaradağlı. Yolda bağlıdır, qalmışıq burada. Çıxassan gərək gedəm, buradan girəm. Ötən gün axşam saatlarında Şirvanda Mercedes markalı yük avtomobilinin sürücüsü dəmir yol ötürücüsünə yaxınlaşarkən hündürlüyü məhdudlaşdırılması ilə bağlı yol nişanının tələblərinə məhəl qoymayaraq hərəkəti davam etdirib. Nəticədə yük avtomobili yol ötürücüsündə aşırımlara ilişərək qalıb. Hadisə nəticəsində dəmir yol infrastrukturuna ciddi zərər dəyib. Qeyd edilən ərazidə yük qatarlarının hərəkəti tam məhdudlaşdırılıb. Qatarların hərəkətin bərpası istiqamətində tədbirlər davam etdirilir.